Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşlərində iki bir-birinə zidd duel. Bir tərəfdən futbolu bizə sevdirən PSG Bavariyaya qarşı, digər tərəfdən isə Atletico Arsenala qarşı. Siz kanalımıza abunə olun, biz isə hər iki oyunun detallı analizinə keçək. Sözümüzə sadiq qalaraq yarımfinala çıxan bütün komandaların oyun profilləri sizi tanış edəcəyik. Çünki mövsüm ərzində biz bu komandaların bəziləri haqqında sizə məlumat vermişik. Lakin bəzi komandalar, xüsusilə də PSG-yə aid biz ayrıca buraxılış heç vaxt həsr etməmişik. Amma yarımfinal gözəl bir bəhanədir ki, həmin rəqiblərin bir-birinə qarşı oyununu analiz etməklə yanaşı, eyni zamanda ayrıca olaraq özlərindən nəyi təmsil etdiyi, necə oyunu qurduqlarını qısa şəkildə də olsa sizə çatdıraq. PSG ilə Bavariyaya gəldikdə unikal situasyondan ibarətdir ki, burada oyun üslubuna görə hardasa bir-birinə çox oxşayan, amma bunu fundamental fərqli şəkildə edən iki komanda var. Əlbəttə ki, komandaların iki oxşar cəhətindən danışanda bunların birincisi komandaların build-upında 6 oyunçunu meydanın rəqibə aid olan hissəsinə yönləndirməsidir. İkinci amil isə topa nəzarətdir və ya kontroldur. Lakin kontrol haqqında biz Bavariya ilə bağlı danışanda danışarıq. İndi isə gəlin qaydaq və başa düşməyə çalışaq ki, PSG öz build-up'ını necədir? Yəni bu komandanın bu qədər universal, mükəmməl komanda olması və Luis Enrique işinin möhtəşəmliyinin ən əsas səbəbi əlbəttə ki, komandanın build-up'ındadır. Bu PSG-nin build-up'ıdır. PSG build-up'ını 3-1-6 taktikası ilə edir. Əlbəttə ki, burada iki mərkəz müdafiəçisinə, nominal olaraq Marquinhos'la Pacho'ya adətən Nuno Mendes qoşulur, hansı ki sol cinah müdafiəçisidir. Onların üzərində olan o single pivot Vitinha'dır. Vitinha həm təzyiq altında mükəmməl oynaya bilir, həm eyni zamanda o təzyiq altında boş pas kanallarını axtara bilir və eyni zamanda rəqib əgər man markinglə PSG-ni təzyiq altına qoyursa, o zaman o qaçış cığırlarını yaxşı tapa bilir. Lakin bəzi hallar olur ki, və biz bunu test əsasında oyunlarda görürük ki, Nuno Mendes də yuxarı qalxır və Vitinha Nuno Mendesin yerinə aldığı təqdirdə yarım müdafiəçilərdən biri düşərək həmin o single pivot funksiyasını yerinə yetirir. Düzdür, bunların içində Vitinha kimi topla təzyiq altında rəftar edən oyunçu olmasa da, yenə də o biri iki yarım müdafiəçinin kifayət qədər keyfiyyətləri var ki, PSG-yə bu elementi versin. Əsas hədəf Luis Enrique də özü də bunu dəfələrlə bildirib ki, meydanın bu hissəsində, yəni mərkəz hissəsində rəqibin bir növ hardasa belə deyək, meydanın çasının 30 metrliyində tam dominasiya sahib olsun və bunu da adam necə edir? Baxın, birinci müdafiə fazası sizə tanışdır, artıq bəllidir. Yuxarıda iki cinah futbolçusu mümkün qədər cinahlara açılır. Adətən bu sağ cinahda Əşrəf Hakimidir, sol cinahda bu Desire Doué ola bilər və ya Khvicha Kvaratskhelia ola bilər. Əsas məqsəd ondan ibarətdir ki, mümkün qədər aralanmış cinahlarda oyuncular mövqe tutsun ki, dərin blokla, kompakt blokla müdafiə olmaq istəyən rəqibin həmin o müdafiə bloku dağılsın və bu elementin tam işləməsi üçün, bu zonada heç kimin olmaması üçün daha bir son şərt nominal 9 nömrənin Osman Dembele'nin mümkün qədər rəqibin cərimə meydançası həndəvərində yerləşməsidir ki, rəqibin ən azı 2 mərkəz müdafiəçisini aşağıya otuzdursun və nəticədə burada koridor olsun ki, həmin koridorda da adətən 3 futbolçu, İngiliscə buna floaters deyirlər, Azərbaycanca biz bunu üzənlər kimi tərcümə edə bilərik. Yəni bu futbolçular istədiyi şəkildə, istədiyi formatsiyada öz istedadlarına və əlbəttə ki, Luis Enrique'nin də tapşırıqlarına uyğun olaraq meydançada situasiyasal olaraq istənilən dəyişiklikləri edərək rəqib qapısı qarşısında belə bir gözlənilməz təhlükəli epizodlar əldə etsin. Daha bir maraqlı məqam ondan ibarətdir ki, əgər rəqib man markinglə oynayırsa və Bavariya Münxendə man markinglə oynayanın ən belə mükəmməl şəkildə edən klublardan biridir, bu zaman Luis Enrique'nin daha bir gizli silahı var ki, həmin rəqibin man markingini çaş-baş etsin. O da nədən ibarətdir? Gəlin təsvir edək ki, əlbəttə ki, PSG hardasa hücumdan müdafiə və ya müdafiədən hücum keçid fazasındadır və mən bir qədər ona görə PSG-nin hücum xəttini aşağı çəkirəm. Mən nəyi nəzərdə tuturam? Burada Luis Enrique'nin 2 mövsümdür tətbiq etdiyi maraqlı bir priyon var. O da nədən ibarətdir ki, təsəvvürünüzə götürün ki, burada 2 rəqib futbolçu var və rəqib də PSG-ni man markinglə tutur, yəni adama adam tutur. Və burada Luis Enrique'nin dəfələrlə effektiv şəkildə etdiyi taktika nədən ibarətdir? Hücumun birinci fazasında, elə məsələn top əgər 3+1-in oyuncularından birindədirsə, yəni müdafiə fazasında, build-up'ın arxasındadırsa, bu zaman həmin futbolçulardan biri aşağı düşür, o birisi isə yuxarı qalxır və bunu qaçma hərəkəti ilə, yəni sıçrayış hərəkəti ilə edirlər ki, və bu da rəqibi çaşdırır. Ya rəqib
ortada qalır və nəticədə buradan 2 pas kanalı açılır. Lakin ən əsas məqsəd əlbəttə ki, yuxarıda olan oyunçunun dalınca qaçmasıdır rəqibin ki, misal üçün təsəvvür edək belə bir ssenari yaranır və bu zaman PSG burada artıq meydanın ortasında dominant olduğu bir pas kanalı əldə etmiş olur. Bunu bir neçə oyunda biz əyani şəkildə görə bilərik. Gəlin buna baxaq, çünki bu adətən adi azarkeş kimi oyuna baxanda görünmür. Daha yaxşı görünür nə vaxt ki, buna analitik kameradan baxırsan və bu PSG-nin əlbəttə ki, dəfələrlə etdiyi bir şey olduğundan bir neçə oyunda bu PSG-də əslində gözə çarpan dərəcədə olur. Məsələn, gəlin Nitsa PSG oyuna baxaq. Baxın, bu qaçış biri aşağı qalxır, biri yuxarı qalxır və ya öz ənənəmizə sadiq qalaraq bir şeyin təsadüf olmadığını göstərmək üçün daha başqa bir oyuna müraciət edək. Eyni hərəkət Monaco ilə maçda da edilir. Amma biz əlbəttə ki, bildirmişdik ki, PSG bu mövsüm o qədər də belə bir növ necə deyək, nöqsansız, mükəmməl komanda deyil. Onun mükəmməl oyun kəsikləri olur. Amma yenə də daima siz ölkə çempionatındakı çıxışa baxmalısınız ki, başa düşə biləsiniz ki, komanda sözün həqiqi mənasında dominant gücdür, yoxsa komanda axsayır. Çünki belə baxdıqda həm Bavariya, həm PSG bir-birinə ölkə çempionatında əldə etdikləri, malik olduqları dominasiyaya görə çox oxşayırlar. Amma baxın Bavariyanın turnir cədvəlindəki yerinə, komanda artıq ölkə çempionu olub və eyni zamanda baxın Fransa çempionatındakı bu ilki PSG-nin yerinə onu müqayisə edin ötən ilki PSG ilə, hardakı mütləq dominasiya, tam dominasiya PSG tərəfindən var idi. Amma bu mövsüm Luis Enrique'nin komandasına rəqib olmasa da Fransada ötən il olduğu kimi komandanın özündə problemlər var və bu problemləri əslində bir neçə hissəyə bölmək olar və onların birincisi Bavariyanın əslində çörək ağacıdır. Bu da nədən ibarətdir? Biz bayaq danışdıq ki, PSG-nin əsas məqsədi burada üstünlük əldə etməkdir. Baxın, belə formasiya ilə. İndi Bavariya oyunçularını buradan götürək ki, siz bunu vizualda görəsiniz. PSG-nin əsas məqsədi əlbəttə ki, 6 nəfərlə build-up etməkdir və mümkün qədər effektiv, amansız şəkildə rəqibi cəzalandırmaqdır. Amma ondan ibarətdir ki, dəfələrlə olur ki, əgər rəqib PSG-ni keyfiyyətli şəkildə man-markingə məruz qoyursa, yəni personal pressingə məruz qoyursa, PSG-nin üçlüyü bir qədər aşağı bloka düşür və bu xətlər arasında çox böyük bir məsafə, boşluq əmələ gəlir, hansından ki, keyfiyyətli rəqiblər istifadə edə bilərlər. Bundan istifadə etməyin metodlarından biri əlbəttə ki, PSG-ni bu mərhələdə təzyiqə məruz qoymaqdır. Fransız çempionatından oyundan daha bir fraqmentə baxaq. Burada görürük ki, PSG-yə qarşı man-marking var. Vitinha həmin təzyiqdən çıxmağa çalışır. Bu cəhd o qədər də uğurlu alınmır, lakin sonunda topu PSG itirir. Düzdür, qapısında heç bir təhlükəli epizod buraxmır, amma yenə də təzyiq altında Fransa çempionat səviyyəsində oyunda komanda çox böyük çətinliklə üz-üzə qalır. İkinci məqam PSG-nin arxa xətti və personalı ilə bağlıdır. Yəni PSG maraqlı bir heyətə malikdir. Hardasa bunu ötən ilin Bavariyasına oxşatmaq olar ki, komandanın top 11-liyi sözün həqiqi mənasında şahanədir. Çempionlar Liqasını qazana biləcək gücdədir. Amma elə ki 11-likdən kimsə sıradan çıxırsa, bu PSG-yə çox ciddi problem yaratmağa başlayır. Burada ana fiqur əlbəttə ki Marquinhosdur. Marquinhos bu mövsümdə oynamadığı halda onu İlya Zabarna əvəz etməyə çalışıb, amma Zabarna'nın futbol intellekti hələ ki Luis Enrique'nin oyun fəlsəfəsini tam mənimsəməyə çatmır və ona görə komanda tez-tez ya süni oyundan kənar vəziyyətlərdə tutulur, ya da ümumiyyətlə Zabarna ilə komanda yoldaşları arasında əlaqə yüksək səviyyədə olmadığından hardasa Zabarna yubanaraq arxada qalır, hardasa səhv paslar edir və nəticədə komanda bir növ -1 vəziyyətinə düşür. Digər tərəfdən əlbəttə ki PSG-nin son maçlarda həm Lyonla maçda zədə alan Vitinhası var. Bir tərəfdən Ruben Neves olmadığı halda PSG onu az çox da olsa layiqli şəkildə əvəz etdi, amma Vitinha olmayacaqsa Vitinha build-up'ın o ana fazasında həddindən artıq bir fundamental oyunçudur. Mən bayaq dedim ki, həm Fabian Ruiz, həm də ki Neves aşağı düşə bilərlər, amma onların sistematik şəkildə Vitinhanı əvəz etmək şansları yoxdur. O adətən müvəqqəti tədbir olur. Hardakı ikinci hücum kanalı ilə və sadəcə olaraq sağ cinahı yüklədikdən sonra sol cinahdan Nuno Mendes yuxarı qalxır və onu sığortalamaq lazım gəlir. Əgər Vitinha Bavariya ilə maçda forma geyməsə, PSG-nin onu əvəzləyəcək heç bir oyuncusu yoxdur eyni səviyyədə. Üçüncüsü əlbəttə ki, bu komandanın qapıçısıdır. Bildiyimiz kimi ötən mövsüm Çempionlar Liqasının ən yaxşı şut stoperi, yəni zərbə dəf edən oyuncusu olan Donnarummanı PSG göndərdi və Enrique'nin izahatı ondan ibarət idi ki, o ayaqları ilə yaxşı oynayan bir qapıçı istəyir. O bir qədər qapıdan başlanmaq, oyunun build-up fazasını dəyişmək istəyir. Amma həmin ayaqları ilə yaxşı oynayan Chevalier həddindən artıq çox bərbad bir mövsüm keçirir və nəticədə
daimi ikinci qapıçı olan Matvey Safanovu öz yerini layiqli şəkildə itirib. Məncə Şevalyedə də dönüş nöqtəsi ilə Çempionlar Liqasının liqa fazasında Sportinglə maçda oldu. Xatırlayırsa həmin maçda 1-1 PSG-yə sərf eləyirdi, amma sonda Şevalye üstünə gələn zərbəni yana dəf etməkdənsə, hansı ki futbolda qapıçı məktəbinin bəsit təlimlərindən biridir, Şevalye topu öz qabağına qaytarır və əlbəttə ki Sporting oyunçusu da bu hədiyyədən istifadə edərək gözəl şəkildə topu PSG-nin qapısına vurur və bu da PSG-nin Çempionlar Liqasının liqa fazasındakı ikinci və hələ ki ümumiyyətlə Çempionlar Liqası bu mövsüm sonuncu məğlubiyyəti idi. Matvey Safanova gəldikdə isə Safanov bir qədər anormal performans göstərir. Çünki bir tərəfdən Matvey Safanov Chelsea ilə Stamford Bridge-də 9 net seyv etmişdi. Liverpool-la maçda Anfielddə 8 seyv edib. Ümumiyyətlə Stamford Bridge-dəki oyununa Fransada belə nüfuzlu ekip İdman qəzeti var. Onlar 9.8 balla 10 baldan qiymətləndirmişlər. Yəni bu hardasa maksimal mükəmməl bir performans idi. Amma Safonov ümumilikdə klassik ikinci qapıçıdır. Məsəl üçün Lyonla maçda gördüyümüz kimi heç bir ciddi epizodda komandasını qoldan xilas etmədi. Düzdür, deyə bilərsiniz ki və haqqını da deyə bilərsiniz ki, Çempionlar Liqasında baxmayaraq ki sən PSG-nin qapıçısan, sən özünü bir cür göstərə bilərsən. Fransa çempionatında adam özünü başqa cür göstərə bilər, amma uzun sözün qısası ondan ibarətdir ki, Safonov boş-boşuna ikinci qapıçı deyil. Yəni həddin o qədər də yaxşı qapıçı deyil. Üstəlik Safonovun ən zəif nöqtələrindən birinin hansını ki Bavariya eksploatasiya edə bilər. Uzaqdan olan zərbələrdə adam uzaqdan olan zərbələrə həddindən artıq həssasdır və sonuncu əlbəttə ki PSG-nin hücum xəttidir. PSG-nin hücum xəttində Osman Dembele günün sonunda qızıl topun layiqli sahibidir və Osman Dembele olmazsa, hər hansı bir zədəsi olarsa bu PSG-yə kifayət qədər ciddi zərbə vura bilər. Çünki onunla yanaşı hücum xəttini təşkil edən Xvişa ilə Barkola və ya Due bunlardan biri olmadığı halda o biri ikisi onu layiqincə əvəz edə bilir. Amma Dembele bir növ əvəzsiz futbolçudur. Çünki onun yerinə Gonçalo Ramos girdikdə bu artıq bir qədər klassik nominal 9 nömrə olur və bu adətən PSG oyunda məğlub olanda, oyunu bir qədər vertikallaşdırıb oyunu xilas etmək istəyəndə baş verir və Ramos da özünə görə çox yaxşı futbolçu olsa da yenə də Bavariya ilə PSG-nin ən təhlükəli qol silahı olmayacaq. Amma hələ ki komandada sual altında olan iki futbolçu Vitinha ilə Nuno Mendesdir. Onların biri olmayacağı təqdirdə artıq PSG-nin build-up'ı çox ciddi şəkildə əziyyət çəkəcək. Biz isə keçək Bavariya Münchenə. Gəlin ilk öncə əlbəttə ki, necə ki biz PSG-yə böyük hörmət göstərərək onun build-up'ını Bavariyasız etdik. İndi Bavariyanın da build-up'ını PSG-siz edək. Bu da Bavariyanın 2-2-6-sı. Yenə də gördüyümüz kimi PSG ilə ən böyük fundamental oxşarlıq ondan ibarətdir ki, baxın və bu da çox maraqlı bir, bəsit bir riyazi reallıqdır ki, sən mümkün qədər rəqibin zonasında təhlükəli epizodlar yaratmaq istəyirsənsə, sən əlində dünyanın ən yaxşı 9 nömrəsi, ən yaxşı vingerlərindən biri ola bilər. PSG-də olduğu kimi. Amma bunların üzərində sənin məşqçin elə bir oyun taktikası qurmalıdır ki, bu komanda mümkün qədər çox yaradıcılıqla məşğul olsun. Məsələn, Bavariya və ya PSG-nin başına müvafiq olaraq fərqi yoxdur kimin harda olmasından asılı olmayaraq Diego Simeone-ni və ya Arteta'nı götürün, görün komanda eyni heyət nə qədər fundamental şəkildə dəyişəcək. Və bu da bir növ ona görə Vincent Kompanyinin yaranmaqda olan sənət işidir və Bavariya München ötən ildən fərqli olaraq həm heyətini bir qədər dərinləşdirib və eyni zamanda build-up'ını daha da mükəmməlləşdirib. Çünki ötən mövsüm Bavariya 3-2-5 taktikası ilə klassik top komanda taktikası ilə build-up edirdisə, bu mövsüm Kompany bir qədər də yuxarıda olmağı maksimallaşdırmaq üçün və ondan nəticələri mükəmməlləşdirmək üçün komandanın build-up'ını 2-2-6 edib və ümumiyyətlə build-up'ın özünü də qaldırıb. Bu necə baş verir? Əlbəttə ki, müdafiənin birinci fazasında, hətta biz Bavariyada belə də göstərə bilərik, Manuel Neuer'i biz çox yaxşı tanıyırıq. Ona görə bu fazada Manuel Neuer 2 mərkəz müdafiəçisinə kömək edir. Onların üzərində adətən metronom funksiyası yerinə yetirən Joshua Kimmich var və onun yanında Pavlovic var. Cinah müdafiəçiləri Stanisic və Konrad Laimer bir qədər yuxarı qalxırlar. Alfonso Davies olsa da yenə də bu məntiq dəyişmir və Bavariyanın PSG-dən fərqi ondan ibarətdir ki, Bavariya cinahları bir qədər fərqli şəkildə eksploatasiya edir. Belə ki, Bavariyada cinah müdafiəçiləri vingerlərlə tandem təşkil edir. Onlar oyunun gedişindən asılı olaraq improvizasiya edə bilirlər. Yerlərini dəyişdirərək həm rəqibin markingini çalışdırmağa çalışırlar və buna müvəffəq olurlar. Fərqi yoxdur, cinah müdafiəçisidir yoxsa vingerdir. Onlardan biri cinahı tam öz üzərinə götürür, digəri yarım cinahda fəaliyyət göstərir. Sonra onlar bir-biri ilə yerlərini dəyişirlər. Bəzi hallarda indi Serge Gnabry zədəli olduğundan bu funksiya Jamal Musiala'nın üstünə düşəcək. Bəzi hallarda 10 nömrə cinaha düşərək
həmin cinahın wingerinə nominal 10 nömrə funksiyasını yerinə yetirməyə imkan verir və nəticədə rəqibin başı qarışmağa başlayır və əlbəttə ki, bu qədər mükəmməli biz Real Madridlə hər iki maçda da gördük ki, hətta qapısında 5-li müdafiə bloku ilə oturan komandada dəf etməkdə çox böyük çətinlik gözləşir. Digər yandan isə Bavariyanın build-up'ında belə bir şey var ki, əgər PSG hər iki cinah oyuncusunu mümkün qədər, İngilizcə buna stretching deyirik, yəni aralayırsa, Bavariyada adətən bu cinahından hücum getməyən, yəni əgər sağdan hücum gedirsə, bu adətən Diazdır, soldan hücum getdikdə isə Olise'dir. Burada da amma məqsəd Luis Enrique'də olduğu kimi rəqibin kompakt müdafiəsini mümkün qədər aralamaqdır, mümkün qədər açmaqdır ki, həm yüklənən cinahdan gediş mümkün olsun, həm central penetration, yəni ortadan giriş mümkün olsun, həm də PSG-nin o qədər etmədiyi, amma Bavariyanın dəfələrlə etdiyi bir trük var ki, bir cinaha yükləyərək o biri cinaha pas atır və orada həm birə-birlərdə mükəmməl olan Luis Diaz var, eyni zamanda Olise var, yəni ölüm rəqibə istənilən mövqedə, istənilən anda gələ bilir. Üstəlik, PSG-də olduğu kimi Bavariyada da rest defense anlayışı, rest defense yəni istirahət müdafiəsi. Əgər top sənin ayağından çıxırsa, topu geri alaraq necə kontrol edə bilirsən, bunun sadə forması ondan ibarətdir ki, biz bunu Real Madridlə də maçda gördük. 2 rəqibə qarşı +1 oyunçu olur və onların arxasında Bavariya maraqlı gediş ondan ibarətdir ki, Bavariya aralanan rəqib ilə, yəni əgər xətlər arasında məsafə yaranırsa, ora hardasa 2 futbolçu gətirir və məqsəd ondan ibarətdir ki, əgər rəqib topu alırsa və həmən hücum xəttində olan 2 futbolçunu ötürmək istəyirsə, bu zaman onların qarşısında birinci sədd olur. Əgər mükəmməl pas baş vermirsə və ya o boş kanala kimsə çıxa bilmirsə improvizasiya sayəsində, o zaman arxada olan oyunçuların birinin kifayət qədər vaxtı olur ki, həmin oyunçuya çıxsın və o pas kanalını bağlasın və həmin oyunçu onu keçdiyi halda belə ən azından say bərabərliyi var ki, bu da Bavariyaya kifayət qədər vaxt və ustalıq verir ki, rəqibi neytrallaşdırsın. Digər bir məqam və burada bu iki rəqib həddindən artıq bir-birinə oxşardır. Bu hər iki komandanın kontrol anlayışıdır. Yəni hər iki komandanın bütün turnirlərdə topa sahib olmaq faizi 70% ətrafındadır. 70% isə çox önəmli bir rəqəmdir. Qeyd edim ki, 24 aprel, yəni bugündən aprelin 26-sına kimi İrşadda Yaşıl Cümə kampaniyasıdır. Yəni bütün məhsulları 70%-dək endirimlə əldə edə bilərsiniz. Həmçinin bütün məhsulların endirimli qiymətini 18 aya faizsiz bölüb əldə edə bilərsiniz. İndi gəlin başa düşməyə çalışaq ki, bu oyun hansı ssenari ilə gedə bilər? Çünki zaten komandaların build-up'ında həm hər iki komandanın gücünü əhatə etdik, həm hər iki komandada baş verə biləcək boşluğu qeyd etdik. Eyni zamanda əlbəttə ki, biz həm PSG-nin, həm də Bavariyanın bu Çempionlar Liqası boyunca oyunlarına baxmışıq və bu oyunlar bizə kifayət qədər material verib ki, komandaların keçmə şanslarını dəyərləndirək. Bir tərəfdən burada ikinci oyun Bavariyanın meydanındadır, mümkün də olacaq. Əlbəttə ki, ikinci oyun evdə oynamaq komandaya hardasa bir balaca da olsa üstünlük verir. Digər tərəfdən PSG nadir komandalardan biridir ki, və onu hətta Luis Enrique özü anamallıq kimi bəzi hallarda isə fəxrlə deyib ki, PSG elə bir komandadır ki, onun üçün ev və ya səfər anlayışı yoxdur da. Komanda öz evində məğlub olaraq səfərdə rəqibini də məğlub edə bilər və bu aksiyoma həm Çempionlar Liqasına, həm də ki Fransa çempionatına aiddir və bu da təsadüf deyil. Bu mövsümün PSG-nin əlində olan bir növ PSG-nin yaşadığı bir trenddir. Ona görə ikinci oyunun mümkündə olması bizim fikrimizcə Bavariyaya hər hansı bir fundamental üstünlük verməyəcək. Amma Bavariyanın üstünlüyü ondan ibarətdir ki, Bavariya bu A oyununu bütün mövsüm boyu oynayır. Bu o deməkdir ki, komandanın A oyunu işləyir, komanda daha sabitdir, həmin oyun əlaqələri daha dərin səviyyədə işləyir və daha mükəmməldir. Ötən mövsümdən fərqli olaraq Bavariyanın ehtiyat oyunçular skamyası bir qədər zənginləşib. Ona görə də Serge Gnabry'nin potensial itkisi Bavariyaya fundamental təsir edə biləcək bir itki deyil. Onu rahatlıqla özünə gəlməyə başlayan Jamal Musiala və ya riskli addım olaraq Karl da əvəz edə bilər. Ötən mövsüm xatırlayırsınızsa 4-1 finalda Interə məğlubiyyətinin əsas səbəblərindən biri bəs komandanın ciddi itkiləri idi. Digər tərəfdən PSG-nin üstünlüyü nədən ibarətdir ki, hardakı Bavariyanın çatışmazlığı var. PSG Bavariyaya nisbətən, yəni baxmayaraq ki, Vincent Kompany komanda ikinci ildir, bu Bavariyanı biz ancaq bu mövsümdə görürük bu səviyyədə. PSG artıq ikinci mövsümdür ki, eyni əhval-ruhiyyə, eyni bir növ oyun planı ilə yaza qədəm qoyur. Ona görə PSG daha universal, bir qədər öz oyun elementində daha təcrübəli komandadır. Amma PSG-nin ciddi minus ondan ibarətdir ki, əgər komandada ciddi bir ilk 11-likdən, belə deyək, hətta mən deyərdim ilk 13-lükdən
ciddi itki olarsa onu əvəz edə bilən futbolçu olmayacaq. 13-lük deyəndə əlbəttə ki, hücum üçlüyünə 4 futbolçu nəzərdə tuturam. Yəni onların biri zədələnsə də bu məsələn Liverpool ikinci oyunda olduğu kimi fundamental təsir göstərməz. Eyni zamanda ortada əgər bir futbolçu zədəli olarsa və həmin futbolçunun adı Vitinha deyilsə, onu yenə də əvəz etmək olar. Amma günün sonunda bizi inanılmaz nəfəs kesici və eyni zamanda bərabər səviyyəli və futbolu gözəlləşdirən, futbolu bizə sevdirən iki komandanın iki möhtəşəm oyunu gözləyir və bizim əslində bəxtimiz də gətirib ki, bu final deyil. Çünki finalda qarşılaşsaydılar, yəqin ki, həmin oyunda hər iki komanda bir qədər konservativ olaraq bir-birini neytrallaşdırmağa fokus olardılar. Nəinki bir-birlərinin güclü tərəflərini üzə çıxarmaqda meyilli olsunlar. Odur ki, gəlin bu iki dueldən tam olaraq zövq alaq. Əgər xüsusilə də neytral azarkeşdirsə, bu bizim hamımız üçün o zaman futbol bayramıdır. Lakin əgər siz bu iki komandanın birinin azarkeşdirsə, mənə sizin fikriniz maraqlıdır. Fikrinizcə hansı komanda bu dueldən qalib ayrılacaq və hansı oyunçu və ya oyun elementi həlledici təsirini göstərəcək? Biz isə keçək futbol azarkeşləri üçün əsas sınaq oyununa. Əlbəttə ki, hamımız internet istifadəçisiyik və bu oyunla bağlı çoxlu mimlər var və onların ən böyüyü ondan ibarətdir ki, iki harambolun bir növ atası bir-birinə qarşı gəlir və hətta bəzi istifadəçilər zarafatla deyir ki, əgər Pep Guardiola ilə Arteta müəllim şagird isə, bu zaman harambol üzrə Diego Simeone Arteta'nın atasıdır. Amma zarafatları bir qırağa qoyaq, gəlin başa düşməyə çalışaq ki, Atletico'nun ciddi şəkildə Arsenala qarşı şansı var. Kağız üzərində komandaların gücünə göstərdikləri performansa baxsaq, hətta aprel performansı ilə belə Arsenal bu cütün çox ciddi favoritidir. Bəli, deyəcəksiniz ki, Atletico Madrid ilə Barcelona oynayanda Barcelona da bu cütün favoritidir və hətta daha ciddi şəkildə favoritidir. Amma gördüyümüz kimi nəticə başqa oldu. Bu da Arsenala hər hansı bir üstünlük vermir. Arsenalın gəlin başa düşməyə çalışaq ki, Atletico ilə nə edə bilər və ya ona nə mane ola bilər. İlk öncə hər iki komanda çox ciddi uğursuzluğa məruz qalıb. Yəni adətən İngiltərə Premyer Liqası komandası olduğuna görə və bir qədər uğursuzluqlar seriyasında daha çox belə bir növ mənfi reputasiyası olduğuna görə hər kəs Arsenala gülür və Arsenalın bir növ Mikel Arteta'nın yenə də Pepə məğlub olaraq çempionluq yarışını əlindən buraxmasından danışır. Amma paralel olaraq, analoji olaraq ondan da daha həssas durum əslində Atletico'dadır. Çünki xatırlayırsınız hələ Jan Oblak İspaniyada Copa del Rey'in ölkə kubokunun yarımfinalından öncə Barcelona ilə maçlardan söhbət gedir. Əlbəttə ki, bildirmişdi ki, bizim əsas məqsədimiz ölkə kubokunu və qazanmaq və Çempionlar Liqasına uzağa getməkdir. Yəni adam yanvar ayından bu yana bir növ çempionatın oyunlarını həm kuboka, həm də ki Çempionlar Liqasına qurban verirdi və nəticədə gördüyümüz kimi Atletico Madrid acınacaqlı şəkildə özü üçün oyundan sonrası penaltilərdə Real Sociedad'a məğlub oldu. Bu Diego Simeone'nin 2021-ci ildən bu yana davam edən titul quraqlığını bir qədər də uzatdı və artıq əlbəttə ki söhbətlər gedir ki, Diego Simeone bir məşqçi kimi Atletico Madriddə öz tavanına dirənibmi? Bundan o tərəfəsi yoxdurmu, yoxsa necə? Çünki hətta Sociedadla final oyununda belə biz gördük ki, Atletico Madrid Barcelona ilə olduğu kimi o qədər də bir növ ürək açan, effektiv olmayan bir futbol oynayır və komanda hətta 2 dəfə hesabda geri düşmüşdü. Arsenalın City-dən məğlubiyyəti hardasa deyə bilərik ki, komandanın bəxti gətirmədi. Çünki klassik heçəçəlik oyun idi və başqa oyun ssenarilərində hətta Arsenal qalib gələ bilərdi. Və burada ən əsas faktor əlbəttə ki, psixologiya olacaq. Çünki oyun taktikasından danışsaq, bizə burada yeni bir sürpriz yoxdur. Atletico Madrid ənənəvi olaraq 4-4-2 ilə oynayacaq. Arsenal 4-3-3 ilə oynayacaq. Arsenal Atletico Madridi ortada boğmağa çalışacaq. Söhbət əlbəttə ki, burada da Barcelona ilə olduğu kimi Arsenalın Atletico-nu oyunun müəyyən kəsiyində öz qapısına sıxa bilib bilməməyindən gedəcək. Çünki əgər Atletico'nun Barcelona ilə maçda həlledici qoluna baxsaq, öz stadionda vurduğu Lukmanın qolundan söhbət gedir. Burada açar pas əlbəttə ki Antoine Griezmanndan gəldi, bax gördüyümüz kimi. Amma həmin boşluq Arsenal maçda olmayacaq. Arsenal eyni zamanda da Sportinglə göstərdi ki, Barcelona'dan fərqli olaraq və ya Bavariya ilə maçda da liqa fazasında göstərmişdi ki, rəqibi sıxmağa həmən meyl etməyəcək, bir qədər riski minimallaşdıracaq. Burada əsas məsələ Arteta oyunun hansısa zaman kəsiyində və ya ümumi oyun planında, strateji planlaşdırmada hansısa bir riskə gedəcəkmi, yoxsa yox? Mən risk nəyi nəzərdə tuturam? Arsenal oyununu bir qədər qaldırır və Atletico Madridi öz qapısına sıxmağa çalışır. Çünki
Atletico Madrid təzyiq altında dəfələrlə sınır. Yenə deyirəm, bunu Barcelona yox, bunu Real Sociedad göstərdi. Əlbəttə ki, vacib məqamlardan biri Atletico'nun heyətində zədələrlə bağlıdır. Belə ki, Hanko'nun gəlib gəlməməyi hər şey həll edəcək. Çünki Hanko sol ayaq mərkəz müdafiəçisidir və Arsenal Atletico'nu təzyiqə məruz qoyacağı təqdirdə sol ayaq müdafiəçisi ilə pasla, sayğı ayaqla yanaşı təzyiqdən çıxmaq olduqca fundamental bir önəm kəsb edəcək. Bu maçda Atletico Madridin çox güman ki, problemli oyuncularından biri olan Lenglet oynamayacaq. Çünki Barcelona'dan buraxılan hər iki qolun bir növ memarı dırnaq içində Lenglet idi. Digər bir məqam əlbəttə ki, Atletico Madridin hücum xəttindən ibarətdir. Bizim düşüncəmizcə ortadan hücuma keçid futbolunu təmin etmək üçün bir növ Clay elementi olaraq Antoine Griezmann olacaq. Hardasa oyunda 70-75 dəqiqə forma geyəcək. Əlbəttə ki, hücumun sivri ucunda Julian Alvarez kimi möhtəşəm bir ad oynayacaq. Əgər ikinci hissədə bir qədər də vertikallaşdırmaq lazımdır oyunu, ya Arsenalı əks hücumda tutmaq üçün, ya hesabda geri olaraq Arsenalla hesabı bir növ bərabərləşdirməyə çalışmaq üçün klassik metodlardan biri əlbəttə ki, Sörlotun oyuna girib onun başına asmalar etməkdir. Arsenalda müsbət xəbər ondan ibarətdir ki, Bukayo Saka'nın zədədən qayıtması gözlənilir. Komanda universal oyuncularından olan Merino'nu itirsə də, Saka qayıdarsa və Saka bir qədər formasını bərpa etməyə başlayarsa, Arsenal bu maçın ciddi şəkildə favoritinə çevriləcək. Yəni yenə də əgər Barcelona ilə maçda mən Atletico Madridə hörmətsizlik etmirəm, əksinə bu böyük bir uğurdur ki, outsider nəhəngi məğlub etdi. Amma Barcelona ilə maçda istənilən oyun elementi və mən hakim qərarlarından da danışmıram, hansısa bir ciddi oyun elementi Barcelona'nın xeyrinə və ya Atletico'nun xeyrinə olmasaydı, misal üçün 2-0 23 dəqiqəyə sən Atletico'ya Madriddə qol vurursan və sonra sən ən yaxşı wingerin bir növ Rafinha'nı əvəz etmək məqsədi ilə meydana buraxılmış Ferminin üzü parçalanır. Oyunda Atletico Madridə lazım olan pauza yaranır. Hətta Simeone oyundan sonra bildirmişdi ki, o pauza komandaya bir qədər özünü yığışdırmaq, o təzyiqdən qurtulmaq üçün kömək elədi. Burada həmin o pauza ilə, həmin o oyun tempini öldürməklə Arsenal da bir növ oynaya bilər. Amma günün sonunda əlbəttə ki, Arsenal bu duelin favoritidir və Arsenal ilk maçda müsbət nəticə əldə edəcəyi təqdirdə ikinci oyunda çox favoritliyi daha da böyüyəcək. Çünki Atletico Madrid adətən ilk maçda öz evində ciddi nəticə əldə edə bilmirsə, ikinci maçda çox ciddi çətinliklərlə üzləşir. Biz bunu Barcelona ilə də gördük, baxmayaraq ki, ikinci oyun evində idi və İngiltərə çempionatında bu dəqiqə outsiderlər mövqeyində yer almış Tottenham'la maçda da gördük. Bəs siz nə fikirləşirsiniz? Atletico hər kəsi təəccübləndirərək adını finala yazdıra biləcək, yoxsa Arsenal 20 ildən sonra tarix ərzində ikinci finala qatılacaq? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Bu videonu bəyəndinizsə kanalımıza abunə olub like düyməsini sıxmağı unutmayın ki, belə videolar buraxmayasınız.